plenar iclasda qrantlar və vətəndaşların siyasi birlikləri haqqında qanuna ediləcək dəyişikliklər birinci oxunuşda təsdiqlənib. Qanunvericilik təşəbbüsü ilə qrant anlayışı dəqiqləşdirilir. Bundan əlavə cinayət məsuliyyəti müəyyən edilir və xarici lobbiçilik cəzalandırılan əməl kimi tanınır. Vətəndaşların siyasi birlikləri haqqında üzvü qanuna gəlincə, dəyişikliklərə əsasən maliyyəsinin 20%-dən çoxunu xaricdən alan təşkilatlarda çalışan şəxslərə 8 il müddətində siyasi partiya üzvlüyü qadağan olunur. Daha ətraflı məlumatı canlı efirdə bizimlə qoşulan Manana Deva verəcək. Ümumi və ali təhsil haqqında qanunlara ediləcək dəyişikliklər parlament sessiyasında müzakirə olunub və səsə qoyulub. Gürcüstanın ümumi və ali təhsil haqqında qanunlarına dəyişikliklər 82 deputat təsdiqləyib. Sessiyada müzakirə zamanı deputatların ali təhsil haqqında qanuna edilən dəyişikliklərlə bağlı sualları reorqanizasiya, bakalavr proqramları, yataqxanalar və infrastrukturlarla bağlı olub. Xatırladaq ki, dəyişikliklərə əsasən 12-ci sinif könüllü olacaq, 11-ci sinifdə isə diqqət milli imtahanlara hazırlığa yönəldiləcək. İzahat məktubuna görə ümumi təhsilin əsas problemlərindən biri tədris proqramının məzmunudur. Bu səbəbdən məktəb dərsliklərinin qrifləşdirilməsi ləğv edilir və hər təhsil pilləsində fənlər üzrə vahid dərsliklər tətbiq olunacaq. 6-cı sinifə qədər məktəbli forması geyinmək məcburi olacaq. Tədris prosesində mobil telefonların istifadə isə məhdudlaşdırılacaq. Daha bir yenilik, 1-ci sinifə yalnız 15 sentyabr tarixinədək 6 yaşı tamam olan uşaqlar qəbul ediləcək. Artıq bir saatdan çoxdur ki, Təhsil Nazirinin müavini Zivyat Qabisoniya Tbilisi Dövlət Universitetinin akademik heyəti ilə görüşür. Görüşdə təxminən 70 professor və müəllim iştirak edir. Onların arasında rektor Cavad Samuşiya da var. O, mediaya bu vaxta qədər heç bir şərh verməyib. Məsələ iki dövlət universitetinin birləşdirilməsi təşəbbüsünə aiddir. Bu isə professor müəllim heyətinin narazılıq yaradıb. Bugünkü görüşdə onlar öz argumentlərini açıqlayacaq və İvan Cavakşvili adına universitet ilə texniki universitetin birləşdirilməsinin potensial risklərini vurğulayacaqlar. Onların sözlərinə görə belə bir qərar tələsik qəbul edilməməli, təmsilçi müzakirələr aparılmalı və optimal həll yolu müəyyən edilməlidir. Dünən nazir müavini Texniki Universitetinin akademik heyəti ilə görüşərək onların da fikirlərini dinləyib. Parlamentin yaz sessiyası açılıb, siyasi bəyanatlar verilib. Bu formada kəskin müzakirələr Gürcü Arzusu və Georgi Qagaryanın komandası arasında baş verib. Sessiyada ölkənin xarici siyasi istiqaməti ilə bağlı açıqlamalar verilib. Həmçinin parlament üzvləri aparılan debatlarla bağlı öz fikirlərini bildiriblər. Yaz sessiyasının ilk iclasında həmçinin təhsil islahatı da müzakirə olunub. Georgi Qagarinin komandası təşəbbüsü kəskin tənqid edib və onu tələsik adlandırıb. Cavab olaraq Gürcü Arzusunda hesab edirlər ki, bu islahat tarixi əhəmiyyət daşıyacaq və ölkədə təhsil sistemini yaxşılaşdıracaq. Gürcüstanın baş naziri 2026-cı il Dünya Hökumətlər Sammitində çıxışı zamanı Orta Dəhlizin əhəmiyyətinə xüsusi diqqət çəkib. İrakli Qobaxidzenin sözlərinə görə Şərqi Asiyanı, Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz müasir dünyada geosiyasi parçalanmaları aşmağa imkan verən sabit və etibarlı tranzit marşrutudur. Baş nazirin vurğuladığı kimi ənənəvi marşrutların etibarlı olmadığı bir dünyada alternativ dəhlizlər zəruri olur. Anakliya limanı Gürcüstanda modernləşdirilmiş dəmir yolu, Gürcüstanın Avropa elektroenerji sistemlərinə qoşulması və ölkənin Avropa ilə Cənubi Qafqaz arasında mühüm enerji və tranzit hubu kimi mövqeləşdirilməsi Gürcüstanın baş naziri çıxışı zamanı bu vacib məsələlərə də toxunub. İrakli Qobaxidzenin sözlərinə görə Gürcüstan nəqliyyatı infrastrukturunun hər tərəfli yenilənməsi üçün 7 milyard dollar ayırıb. O həmçinin bildirib ki, ölkə dəmir yolu şəbəkəsinin tam modernləşdirilməsini başa çatdırıb. Nəticədə ötürücülük qabiliyyəti 2 dəfə artıb və tranzit müddəti azalıb. Baş nazir Anakliya limanı barədə də danışıb. Anakliya yalnız liman deyil, o tranzit göstəricilərinin artırılması, qlobal daşımaların cəlb edilməsi və Qara dənizin Avropa ilə Asiya arasında rəqabət qabiliyyətli qapı rolunun gücləndirilməsi üçün platformadır, deyə İrakli Qobaxidze bildirib. Onun sözlərinə görə ölkə iddialı infrastruktur layihələri vasitəsilə qısa müddətli qazanc üçün deyil, uzun müddətli dayanıqlıq məqsədi daşıyan inteqra olunmuş ekosistem formalaşdırır.
Gürcüstanın baş naziri Birləşmiş Ərəb Əmirliklərində keçirilən sammitdə iştirak edərkən yüksək səviyyəli görüşlər keçir. İrakli Qobaxidze bugün Botswana Respublikasının prezidenti və İraqın Kürdistan regional hökumətinin baş naziri ilə görüşüb. Görüşlərdə Gürcüstanın işğal edilmiş ərazilərinin tanınmaması və ölkələr arasındakı siyasi dialoqun əhəmiyyəti, həmçinin ticarət, iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub. Baş nazir Gürcüstanın əlverişli coğrafi mövqeyindən, orta dəhlizin imkanlarından və ölkənin mühüm regional və logistika hubu kimi rolundan danışıb. O, həmçinin sülh və sabitliyin xüsusi əhəmiyyətini vurğulayıb. Kiyev, Dnepr, Xarkov, Sumi, Odessa, Rusiya, Ukraynanın şəhərlərində 450 dron və 60-dan çox raket, o cümlədən ballistik raketlərlə hücum edib. Paytaxt şəhərə edilən zərbə nəticəsində ən azı 3 nəfər yaralanıb. Çox mərtəbəli yaşayış binası və uşaq bağçası zədələnib. Ukraynanın Xarici İşlər naziri bildirib ki, Rusiya prezidenti temperaturun düşməsinin gözləyib və Ukraynaya hücum üçün dron və raket ehtiyatı toplayıb. Andrey Sbiga qeyd edib ki, Vladimir Putin ən sərt qış şəraitində adi vətəndaşlara qarşı terroru davam etdirməyə mane ola bilməyib. Nə bu həftə Abu Dabidə gözlənilən səylər, nə də ABŞ-a verilmiş vədlər. Onun sözlərinə görə Ukraynanın tərəfdaşlarının təsir vasitələri mövcuddur və onların istifadəsi zəruridir. Ukrayna, Rusiya və ABŞ arasında növbəti 3 tərəfli danışıqlar 4 və 5 fevral tarixlərində Abu Dabidə keçiriləcək. NATO'nun baş katibinin sözlərinə görə Rusiyanın gecə həyata keçirdiyi kombinə edilmiş hücum bir daha göstərdi ki, Moskva real sülh danışıqlarına sadiq deyil. Mark Rutte Ali Radada çıxışı zamanı vurğulayıb ki, Qərb vətəndaşları Rusiyaya təzyiqi və Ukraynaya dəstəkləməyi davam etdirəcəklər. Onun sözlərinə görə Ukraynalıların dostları, eləcə də Ukraynalılar özləri 2-ci Budapeşt memorandumunu və ya başqa bir Minsk arzulanmazdılar. Rutte 3 fevralda Ukraynanın paytaxtına gəlib və Vladimir Zelenski ilə birlikdə Kiyevdə Milli Xatirə memorialını çələnglə bəzəyib. Ölkənin müdafiəsi uğrunda canını qurban verən qəhrəmanların xatirəsinə ehtiram göstərib. Rusiya enerji şirkəti Gazpromun məlumatına görə Türk axını qaz kəməri vasitəsilə yanvarda Avropaya təbii qazın orta günlük tədarükü əvvəlki ilə müqayisədə 10,3% artıb. Reuters xəbər verir ki, Ukraynanın Moskva ilə 5 illik tranzit müqaviləsini yenilməkdən imtina etməsindən sonra Türkiyə Rusiyanın Avropaya qaz tədarükü üçün yeganə tranzit marşrutu hesab olunur. Reuters-in hesablamalarına görə yanvarda Avropaya Türk axını vasitəsilə çatdırılan Rus qazının ümumi həcmi 1,73 milyard kub metr təşkil edib. Ötən ilin eyni dövründə isə 1,57 milyard kub metr olub. Avropa qaz örtücü qrupu Enstog'un məlumatları arasında aparılan hesablamalar göstərir ki, yanvarda Türk axını qaz kəməri vasitəsilə Rus qazının gündəlik ixracı 55,8 milyon kub metrədək artıb. 2025-ci ilin yanvarında isə bu göstərici 50,6 milyon kub metr olub. Bununla yanaşı ötən ay məlum olub ki, Avropa İttifaqı ölkələri 2027-ci ildən etibarən Rusiyadan qaz idxalının tam qadağan olunmasını təsdiqləyiblər. Reuters bildirir ki, bu qərar Rusiyanın qazından imtina etməyi Avropa İttifaqının bütün ölkələri üçün hüquqi baxımdan məcbur edir. Qərara əsasən Avropa İttifaqı 2026-cı ilin sonuna qədər Rusiyanın maye təbii qaz idxalını dayandıracaq. Boru kəməri vasitəsilə tədarük edilən qazdan isə 2027-ci ilin 30 sentyabrında imtina edəcək. Ukraynada geniş miqyaslı işğaldan əvvəl Rusiyanın qaz payı Avropada 40%-dən çox idi. 2025-ci ildə isə idxalın payı 13%-ə qədər azalıb.